Sonuncu ifa papuri.
neçə hədiyyəsi var. Onu mən təqdim Salam hörmətli tədbirçilər, hərinizi salamlayıram. Bugün doğrudan da bizim məktəbdə ən son dövrdə ailə mehribançılıq müsibisi oldu. Mənim istəyim oydu ki, məktəbdə bir mehribançılıq yaransın, xoş münasibət olsun. Bu da kollektivin bir-birinə olan isti münasibətlərindən asılıdır. Şükür Allah'a ki, mən uşaqların üzündə bir sevinç görürəm, bir his görürəm. Bu da Vüqar müəllimin əziyyəti böyüdür, Cəmilə müəllimin də, məsələlərində. Ümumi bir məktəbdə bir gözəl ruh yaranıdır. Uşaqlar, sizə nə arzulayır bilərəm? Gözəl, həmişə belə gözəl ifalar eləyəsiniz, gözəl çıxışlar eləyəsiniz, həmişə üzünüzdə belə gözəl bir təbəssüm olsun. Bundan da gözəl səhnələrə çıxarsınız. Ətrafınızda olan bütün uşaqlar, əgər mehribançılıq varsa, orada böyük bir uğur əldə etmək olacaq. Ümid edirəm ki, siz elə belə mehriban olarsınız və bundan da gözəl səhnələrdə çıxışlarınızı görərik. Bir daha təbrik edirəm. Siz də buyurun, bir söz deyin. Dəstələr olaraq. Təxmin edirəm ki, bizim məktəbin bu körpü fidanları bu dəfələrlə yeni də həmişə məsəl məktəblərdə də çıxsa verirlər. Həqiqətən də alqışa layiqdir. Həqiqətən.